yolda qalmışıq. Faruk sabahınız xeyir, saat 05:58'dir. Biz rayona gedirik. İndi nə olub? İndi biraz bir balaca yolda qalmışıq. Maşınımızda biraz problem var, çox az. Biz nə edirik? Oynayırıq. Niyə də olmasın? Niyə də olmasın? Xanım, YouTube izləyicilərimə salam deyin. Nə düşünürsünüz bu hadisələr haqqında? Bugün dərs köynək giymişik, ona görə belə oldu. Dərs giymişik. Hələ də maşın düzəlməyib və biz hələ də Qubada deyilik. Saat artıq 11:55-dir və biz səhər tezləndən çıxmışıq yola, amma ki gördüyünüz kimi hələ də yəni buradayıq. İndi qutardı bizim işimiz. Yəni ki maşını düzəltdilər, gedirik hə o ilə. Gəlsinlər qoy. Gəlirlər indi, az qalıb. Bizə dedilər ki, giyinin, gedirik indi. Biz də gözləyirik burada. Davam edirik. Hara hara? Let's go Quba. Bəli, Hey gedirik. bro, let's go. Mutlu eder mi? Ağlatan aldanırmış değer mi? Hayali bu gönül dara düşünce İnsan hata yapar mı sevince? Sınırları çizersin değerse. Üzeni yolla, istersen dönsün sonra. Salla, aydınla bakma asla. Yolla, aldatan aldansın sonra. İşlər görürük. Yer axtarırıq ki, maşını saxlayaq. Nəhayət ki, Qubaya gəlib çatdıq dostlar. Buradayıq. Arkada da Rüfət əmigili var. Həcci yolun ortasında saxladı maşını böyle. Oraya yerləşmişik. İndi sizə birazdan daha yaxşı göstərəcəyəm. Dost sen ne edirsən? Salat eləyir. Salat şu pomidor üzerinde. İşləyirik burada. Görək sonra nə olacaq. Ne olacak? Yiyeceğiz. Bəli, bu anı çoxdan da gözləyirik ya. Çoxdan da özdə, lap çoxdan da. Kamran əmdə nə edirsə bilmirəm. Kabab üçün onları eləyir deyəsən. Bəli, bəli. Kamran usta. İçin əmdə samavar qalır burada. Həm də mangala baxır. Ocaq işləri ilə məşğuldur. Gedib şəxsən özü oradan odun yığıb bayaqdan gətirib.
Baxın gözəlliyə. Bəli. Gedirik indi yeni yerlər kəşf etməyə. Gedək görək harda nə var, harda nə yox. Kids tapmışam, oraya getməyə düşünürəm. İndi birinci normal gördüyümüz yerlərə baxaq, sonra da görmədiyimiz yerlərə baxacağıq. Gizli sürpriz işlər. Bəli, izləmədə qalın. Mat oynuyoruz. Neyse biraz uzanıram. Yuxum var. Görən uzatabiləcəm mi? Sən də əmgül. Görün. Əvvəl kababçı işləyirdi. Sonra xətrinə deydilər. Daha işləmədi. Oldu taxşı oldu. Çay içirik. Hamı yorğundur. Çay içirik. Birazdan evimizə doğru yola çıxacağıq. Sağ ol Elini. Sağ ol Eliyir. Türkanə, sağ ollar. Sağ ol Eliyir. Elvira, sağ ollar. Paka. Buranı artıq tərk edirik. Qəşəng yer idi, sərgəli, maraqlı bir yer idi. İndi ağaclara girəcək. Qəşəng idi amma yenə deyirəm. Yəni gəlmək olar. Polna gələ bilərsin. Hamı evinə dağılışmadan öncəki son hadisələr baş verir artıq burada. Oturmuşuq maşında. Onda atıran onlar. Bilmirəm, yox hələ. Şükür Allaha ki evdəyik və mən yıxılmış vəziyyətdəyəm. Biri işləyib 7 dəqiqəm. Çox yorğunam. Bugün toplasaq maksimum 3 saat yatmışam. O da ki getməkdən qabaq, yola çıxmaqdan qabaq 1 saat falan yatdığım yoxdur. Bir də daha doğrusu 2 saat falan yatmışam. Bir də 1 saata yaxın təxmini biraz yolda yatmışam. Yəni də bir məsələn 20 dəqiqə. Bir 20 dəqiqə orada meşədə uzandım, biraz yatdım. Sonra o dəqiqə ayıldım ozda. Nəsə də ona görə çox yorğunam. Amma həm də bilmirəm. Biraz özümü pis hiss edirəm, amma məncə yorğunluğuma görədir bu. Yəni bilmirəm. Maraqlı gün idi amma həqiqətən xoşuma gəldi. Düzdür, biraz çox yatsaydım daha enerjili olardım, amma yenə də qəşəng bir gün idi. Belə. Gələn videolarda görüşərik. Mən bilməm haçan bu videonu editləyəcəm. Yəqin ki sabah eləyərəm, hövsələm çatmayacağı üçün.